11 Çərkəz Əliyev. Ənəvi olaraq narıncılı qaralı formada Ulduz EFA komandası, ağlı formada Baku Sporting komandası meydandan mübarizə aparır və Əhsən Zamiroğlu hesabı açır maçda. İlk dəqiqələrdə və öz gol sevincini də bu şəkildə bölüşür bizimlə. Nəzərinizə çatdırım ki, keçən sezonda Əhsən Zamiroğlu 8 yaşlılar arasında Respublika çempionatında bombardir olmuşdu. Gol kralı ilk sıralamadaydı. Axı görək, bu mövsümü də artıq uğurlu şəkildə başlayır, golla başlayır maça. İçəriyə doğru ötürmə və Vural Misirlinin zərbəsi dirəkdən görünür. Daha bir zərbə və gol! Dubul gəlir Əhsən Zamiroğlu'dan. 7 dəqiqə ərzində 2 gol. Kapitan həmçinin də o 10 nömrəni əvəz yerə geymədiyini sübut etmiş olur. Və heyətdə qalkiper xaric tamamilə dəyişikliklər var. Və Əhsən Zamiroğlu hat-triki imza atdı. Daha bir gol gəlir gol kralına. Sanki gol deyil də, gol qaplarında görüb, elə bir narahatsızlıq. Əhsən Zamiroğlu pokerə yaxındır. Zamiroğlu və gol! Və yenə də bu mövsüm yenə ənənəvi qolu. Poker gəlir kapitandan. Mövsümə qollarla başlayır.